Salam, hörmətli tamaşaçılar. Bugün xalqımız 20 yanvar hadisələrini qeyd edir. Bu hadisələrin siyasi, hüquqi, ideoloji və hərbi aspektləri zaman-zaman araşdırılıb və şübhəsiz ki, gələcəkdə də araşdırılacaqdır. O dövrdən yadda qalan hadisələrdən biri də teleşirkətin enerji blokunun partladılması, kütləvi informasiya vasitələrinin nəşrinin dayandırılması, ümumiyyətlə ölkənin milli informasiya məkanının tam nəzarətə götürülməsi, komendant saatının tətbiq olunması, müxtəlif şairlərin dezinformasiyanın yayılması kimi texnologiyalarda tətbiq olunurdu. Başqa sözlə, xalqımıza, ölkəmizə qarşı qanlı təcavüzlə yanaşı, eyni zamanda informasiya müharibəsi aparılırdı. Elə məhz buna görə də İnformasiya Cəmiyyəti proqramının bu verilişini 20 yanvar hadisələrində şəhid olmuş şəhidlərimizin xatirəsinə ithaf edirik və mövzumuz da informasiya müharibəsi məsələlərinin həsr olunubdur. Bu münasibətlə studiyamıza millət vəkili, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyevi dəvət etmişik. Hörmətli tamaşaçılar, gördüyünüz kimi verilişimiz canlı yayımlanır. İstəyənlər, arzu edənlər, sualı olanlar 430-13-80 nömrəli telefonla verilişimizə qatıla bilərlər. Bəxtiyar Hanım, xoş gəlmişsiniz studiyamıza və qeyd etdiyimiz kimi xalqımız 20 yanvar hadisələrini qeyd edir və o vaxtları müxtəlif istiqamətdə xalqımıza təcavüz olmuşdur və ən mühüm məsələlərdən biri də əlbəttə ki, xalqımıza informasiya müharibəsi aparılırdı. Yəni, bir mütəxəssis kimi, psixoloq alim kimi bu informasiya müharibəsinin o vaxtları tətbiq olunan üsulları, texnologiyalar haqqında tamaşaçılarımıza məlumat verməyinizi xahiş edirdik. Rasim mənim çox maraqlı bir məsələyə bu verilişi həsr etmişsiniz. Həqiqətən də xalqımız üçün çox ağır faciəli olan bugün 20 yanvar günü heç də təkcə 20 yanvarda baş verən hadisələrlə bitmir. Bunun kökü biraz da uzaqlara gedir. Yəni, hər hansı bir aksiyanın həyata keçirilməsi üçün məlumdur ki, uzun müddət bir informasiya hazırlığı da aparılır və sizin qeyd etdiyiniz kimi o vaxt ki, Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması və Azərbaycandan televiziya və radio yayımlarının kəsilməsi heç də təkcə bu informasiya məkanının qarşısının alınmasından ibarət deyildi. Hələ 1987-ci ildə bildiyiniz kimi, o vaxt ki, SSR rəhbərliyində təmsil olunan bəzi ermənilər Fransada bəyanatlarla çıxış edirdilər Azərbaycana torpaq iddiası ilə və bəzi erməni millətçiləri kitablar dərc etdirirdilər. Bu 87-ci ilə təsadüf edir və bu artıq informasiya hazırlığı və Azərbaycanın informasiya blokadasına alınması və bu Azərbaycan xalqına qarşı gələcəkdə həyata keçiriləcək genosidin informasiya hazırlığı mərhələsi idi. Təbii ki, ondan dərhal sonra 1988-ci ildə artıq müəyyən ixtişaşlar başladı və burada da bir tərəfli informasiya ötürülməsinə cəhdlər göstərildi. Bilirsiniz ki, o vaxt ki, SSR Ali Sovetində bu məsələlərə baxılanda, SSR-in mərkəzi mətbuat orqanlarında, televiziyada bu hadisələrlə bağlı veriliş veriləndə bu bir tərəfli şəkildə işıqlandırılırdı və beləliklə də Azərbaycan haqqında, Azərbaycanlılar haqqında düzgün olmayan bir fikir formalaşdırılırdı. Və belə bir təəssürat oyanırdı ki, Azərbaycanda güya dövlət quruluşunun əleyhinə ixtişaşlar törətmək istəyən insanlar var və bunlar o vaxt ki, mövcud olan qanunları pozmaqla məşğul olan bir qrup xuliqanlardan ibarətdir və beləliklə də həyata keçiriləcək aksiya bir informasiya hazırlığı gedirdi. Əlbəttə, biz bunu ilkin növbədə bir informasiya müharibəsi də adlandıra bilərik. Azərbaycana qarşı o vaxt elan edilməmiş. Baxmayaraq ki, bizim ziyalılarımız həmin dövrlərdə xalqın önündə gedən insanlara çıxışlar edirdilər və Azərbaycan həqiqətlərini çatdırmaq istəyirdilər. Amma bununla belə bizim geniş beynəlxalq aləmə çıxışlarımız məhdud idi. Çünki biz SSR deyilən bir məkanda yaşayırdıq və hər şey nəzarət altında idi. Bütün bunlara baxmayaraq, əlbəttə həmin dövrdə o vaxt ki, SSR rəhbərliyinin və xüsusi xidmət orqanlarının əvvəlcədən düşündüyü, hazırladığı plana uyğun olaraq Azərbaycana qarşı həyata keçirilən bu təbliğat və əks təbliğat vasitələrindən istifadə etməklə Azərbaycanda artıq həyata keçiriləcək 20 yanvar aksiyasına hər şey görülmüşdür. Və onun son nöqtəsi olaraq
əlbəttə televiziya bloku partladıldı. Beləliklə də Azərbaycanda insanların dürüst, dəqiq vaxtında məlumat almasına qarşısı alındı. Beləliklə də insanlarda bir depressiya, stres vəziyyəti, qorxu halı. Təsəvvür edin ki, həmin dövrdə nəinki rayonların bir-birindən xəbəri yox idi. Heç Bakı şəhərinin özündə ayrı-ayrı rayonlarda yaşayan insanların öz qohumları baş verən hadisələr haqqında obyektiv bilgisi yox idi. Və üstəlik də Azərbaycana, xüsusilə də Bakıya qoşun yeridilməsi, sizin qeyd etdiyiniz kimi komendant saatının elan edilməsi, beləliklə də bütövlükdə Azərbaycanı bir informasiya blokada saldı. Amma həmin dövrdə də yenə də Azərbaycan xalqının böyük oğlu, ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev cənabları Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycanda törədilmiş, Azərbaycanlılara qarşı törədilmiş bu qanlı faciəni bütün dünya bəyan etdi. Çünki o vaxtlı beynəlxalq təşkilatların və xarici dövlətlərin əsas informasiya agentlikləri və onların jurnalistləri Moskvada cəmləşmişdilər və orada o vaxtki rəhbərliyin ağlına da gəlmirdi ki, belə bir pres konferensiya keçirilə bilər və Bakıda törədilmiş qanlı hadisələr həmin mətbuat vasitələri ilə bütün dünya çatdırıla bilər. Və burada da Azərbaycan xalqının böyük oğlu bu qanlı faciəni, Azərbaycan xalqına qarşı həyata keçmiş bu qanlı faciəni təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırdı və beləliklə də ilkin olaraq biz informasiya blokadasını dağıtmağa ilk cəhdi elə buradan başladıq. Təbii ki, bundan sonra da proseslər davam edirdi. Sizin qeyd etdiyiniz kimi müxtəlif şayələrin yayılması, yanlış məlumatların ötürülməsi, o vaxtki mərkəzi televiziyadan və yaxud da ki, mərkəzi mətbuat orqanlarında dezinformasiyaların ötürülməsi şübhəsiz ki, öz işini görürdü və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və Azərbaycan xalqının o birliyinə müəyyən xələl gətirirdi. O vaxt əlbəttə müəyyən provokatorlar da var idi. Onların da müəyyən çıxışları televiziyalar vasitəsilə təşkil edilirdi, mərkəzi televiziya vasitəsilə və eyni zamanda Azərbaycanda çıxan mətbuata senzuranın tətbiq edilməsi, xüsusilə hərbi senzuranın tətbiq edilməsi təbii ki, hadisələrə obyektiv işıqlandırılmasına imkan vermirdi. O dövrdə də vətənpərvər insanlar və Azərbaycanın gələcəyini düşünən insanlar və o cümlədən elə sizin, bizim həmkarlarımız gizli surətdə vərəqələrin çap olunması, müəyyən qəzetlərin çap olunmasına nail oldular və beləliklə də əhalidə müəyyən bir əhval-ruhiyyənin dəyişilməsinə nail oldu. Çünki insanlar çox böyük, ağır bir depressiyada idi. Yüzlərlə, minlərlə insan öldürülmüş, yaralanmış, itkin düşmüşdü və onlar haqqında heç bir məlumat yox idi. Və bu baxımdan bu günləri biz deyə bilərik ki, artıq elə bir dövr yaranıb ki, Azərbaycanda gedən sürətli inkişaf nəticəsində Azərbaycan istənilən iqtisadi müharibənin, hərbi müharibənin və o cümlədən psixoloji və informasiya müharibəsinin qarşısında dəyanətlə dayana bilər və buna qarşı əks tədbirlər də görə bilər. Bu günləri informasiya texnologiyaları cəmiyyəti qurulur Azərbaycanda. O vaxtı bu barədə ancaq biz düşünə bilərdik, bizim arzularımız ola bilərdi. Bu günləri hər bir müəssisənin, hər bir məktəbin kompüterlərə təchiz olunması, internetə çıxışlar, yeni saytların yaradılması, informasiya və texnologiyaların inkişafı nəticəsində elektron kivlərin inkişaf etdirilməsi, bunlar bu günləri bizə imkan verir ki, Azərbaycana qarşı törədilmiş istər ermənilər tərəfindən və Ermənistan tərəfindən təcavüz, Azərbaycan ərazilərinin işğal edilməsi, 20 yanvarda baş vermiş ağır faciə, dinc insanların, qadınların, qocaların və uşaqların qətlə yetirilməsi və istər də müxtəlif 4000-ə yaxın insanın həyatına son qoymuş Azərbaycan ərazisində həyata keçirilmiş Ermənistanın xüsusi qurumları tərəfindən təşkil edilmiş terror aktları nəticəsində həyata keçmiş bu terror aktlarının dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın həqiqətlərinin çatdırılmasında böyük imkanlar açılmışdır. Amma bunun, üzr istəyirəm Rasiməm, digər bir tərəfi də bunun üçün daha yaxşı bir mütəxəssis kimi qeyd edəcək, bu işlə də bu günləri siz məşğulsunuz. Bunun digər bir tərəfi də var ki, biz özümüz də bu zaman informasiya təcavüzünə məruz qalırıq.
müəyyən bu xakerlər vasitəsilə və yaxud da ki, Azərbaycanın adından müxtəlif saytların yaradılıb burada dezinformasiya məlumatlarının yerləşdirilməsi vasitəsilə də bu işlər davam etdirilir. Sizin dediklərinizdən belə qənaətə gəlmək olur ki, informasiya müharibəsi artıq bir elmi istiqamətdir. Yəni, əvvəllər 90-cı illərdə informasiya, kommunikasiya texnologiyaları inkişaf etməmişdi. Demək olar ki, internet hələ həyatımıza daxil olmamışdır, geniş yayılmamışdır. Digər tərəfdən informasiya mühiti, informasiya məkanı qapalı idi. Çünki Sovet imperiyası var idi. Hələ o süqut etməmişdi, dağılmamışdı. Və təbii ki, Azərbaycan Respublikasının da informasiya mühiti, həmin o böyük informasiya mühitinin tərkib hissəsi idi. Bütün kommunikasiya vasitələri, telefonu, teleqrafı, poçtu, qəzeti, kütləvi informasiya vasitələri hamısı həmin imperiyanın nəzarəti altındaydı və bu informasiya vasitələrini həm blokadaya alırdı, yəni ki, əhalinin, xalqın səsini alırdı, yəni xalqın səsinin batırırdı. Yəni, bunun özü də informasiya müharibəsidir və digər tərəfdən də dezinformasiyalar yayırdı, yəni ki, Azərbaycan xalqının qarşısında qoyduğu məqsədlərə böyük ləkə gətirirdi. Qeyd etdiyiniz kimi Azərbaycan xalqını gah İslam təməlçisi, gah narkoman, gah dövlət quruculuğunu pozan və s. Yəni ki, dünyada o hansı ki, o dəyərlərə pis baxırlar, yəni ki, o hərəkətlərə pis baxırlar. Nə pis var idisə Azərbaycan xalqına o qaranı yaxırdılar. Yəni, demək istəyirəm ki, o vaxtları Sovet hökumətinin vaxtında, Sovet imperiyasının vaxtında bu informasiya müharibəsi bir elmi istiqamət kimi o vaxtlar mövcud olmasa da, çünki informasiya müharibəsi son zamanlar təxminən 90-cı illərdən sonra bu qlobal informasiya cəmiyyəti, bu internetin geniş istifadə olunması, ümumiyyətlə informasiyanın bir aparıcı amilə malik olması, həmin onun müsbət tərəfi ilə, yəni onun müsbət tərəfləri çoxdur, eyni zamanda informasiyadan bir silah kimi istifadə olunması, müəyyən məqsədlərə nail olunması, insanların şuuruna təsir etməsi, həm kütləvi şəkildə, həm onun bir manipulyasiyası, yəni istənilən bir istiqamətə yönəldilməsi, eyni zamanda ayrı-ayrı fərdlərin, çünki müəyyən cəmiyyətdə nüfuzlu şəxslərin şuuruna da müəyyən qədər görürsən ki, məqsədli yöndə təsir edirlər ki, o qərarların qəbul edilməsində o mənfi, demək, ümumiyyətlə öz nöqteyi nəzərindən bir müəyyən bir məqsədə nail olsunlar. Yəni, demək istəyirəm ki, informasiya müharibəsi özü o kommunikasiya vasitələri, yəni informasiyanın emalı, informasiyanın ötürülməsi vasitələrlə müvafiq olaraq özü də inkişaf edir və qeyd etdiyim kimi dünyada hal-hazırda o informasiya cəmiyyətinin bir əsas bir tərkib hissəsi kimi informasiya müharibəsi artıq bir reallığa çevrilibdir. Hətta verilən məlumatlara görə aparıcı ölkələrin o müdafiə sisteminin tərkibində informasiya müharibəsi aparan qoşunlar da vardır. Yəni, xüsusi müəyyən laboratoriyalardır, elmi tədqiqat qurumlarıdır, müxtəlif belə şəraitdə informasiya silahları hazırlayırlar, informasiya müharibəsinə hazırlıq işləri aparırlar, informasiya təsiri texnologiyalara fikirləşirlər. Yəni, bunlar çox genişdir. Elə o psixologiyadan başlayaraq, yəni o psixi üsullardan başlayaraq, ən adi o haker hücumuna qədər müxtəlif çeşidlərdə informasiya müharibəsi texnologiyaları vardır. Yəni, sözümün o canı ondan ibarətdir ki, 20 yanvar hadisələri vaxtı, həm siz düz qeyd etdiniz ki, həm ona qədər olan müddətdə, həm o prosesin özündə, yəni o ərəfədə, yəni o yanvar hadisələri, 20 yanvar deyil, ondan qabaq da bilirsiniz ki, 13 yanvarda Bakıda müxtəlif o belə ara qarışdırmaq, yəni ki, müxtəlif o başqa millətlərin mənzillərinə hücum, qan tökülməsi və s. insanlarda qorxu, ixtişaş, belə hərəkətlərin edilməsi və eyni zamanda da o hadisələr baş verəndən sonra sistemi şəkildə əsas məqsəddən yayındıraraq dünya ictimaiyyətini başqa məlumat verilməsi, bunlar hamısı sistemli bir şeydir. Yəni, bu o deməkdir ki, artıq dünyada bir informasiya müharibəsi deyilən təsadüfi bir adi bir termin deyil, bu artıq dediyim kimi bir elmi əsaslara söykənən bir termindir. Onun da intervalı, o telefonun və yaxud da ki, o teleşirkətin enerji blokunun partladılmasından başlayaraq, ayrı-ayrı fərz edək ki, o qeybətlərdən başlayaraq, düz insanların psixikasının təsir intervalına qədər böyük bir intervalı əhatə edir. Hətta onu da bilirsiniz ki, istənilən bir qanlı təcavüzü önündə informasiya müharibəsi gedir. Elə qədimdə də istənilən vaxtı müharibələrdə görürsünüz ki, müxtəlif listovkaların yayılması, müxtəlif belə şairlərin yayılması, hətta çox qədimlərdə də bu üsuldan istifadə edirdilər. Yəni ki, informasiya müharibəsi ümumiyyətlə müharibələrin, hərb sənətinin bir tərkib hissəsidir. Ona görə də son zamanlar düz buyurursunuz ki, informasiyanın geniş şəkildə istifadə olunması, texnologiyaların inkişafı, dünyada informasiya mühitlərinin artıq qapalı yox, açıq bir mühitə çevrilməsi, qloballaşması informasiya müharibəsini aktuallaşdırır. Çox maraqlı bir məsələni də qeyd
etdiniz Rasim müəllim. Bax, o 20 yanvar hadisələrindən əvvəl Sumqayıt hadisələri deyilən xüsusi təşkil olunmuş. Mən tam əminəm ki, bir dəqiqə Bəxtiyar müəllim, telefon zəngimiz var, tamaşaçımız efirdədir. Buyuruz. Alo, salam. Salam. Qonağınızı da salamlayıram. Çox sağ olun. İlk növbədə 20 yanvar faciəsində şəhid olmuş insanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Və bugün mövzumuzla bağlı, internetlə bağlı bəzi məsələlər məni narahat edir və sualımı ikinizə də ünvanlayıram. Bugün demək ki, internetdə Azərbaycanın milli, mənəvi, mədəni dəyərlərinə xələl gətirən müxtəlif saytlar və informasiyalar yerləşdirilir. Və ermənilər Azərbaycana qarşı bildiyimiz kimi bəd və mənfur niyyətlərindən virtual məkanda da əl çəkmirlər. Açıq aydın şəkildə informasiya müharibəsi aparılır. Və sualım belədir. Bugün Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında və tarixi düşmənimizlə informasiya müharibəsi aparmağın hansı yolları var? Və bu işdə hansı işlər görülür? Bu istiqamətdə hansı işlər görülür? Təşəkkür edirik sualınıza görə. Elə sual da yerinə düşür həmən mənim bu toxunacağım məsələ, bu Sumqayıt hadisələri. Yəni, bu günləri biz 20 yanvar hadisələrini düşünürük ki, kifayət qədər təhlil etmişik, onun səbəblərini araşdırmışıq, dünya ictimaiyyətinə çatdırmışıq. Mənə elə gəlir ki, bu işi biz bundan sonra daha çox görməliyik. Nə üçün? Çünki təsəvvür edin, həmin vaxtda o işə rəhbərlik edən erməni əsilli bir şəxs olubdur və o dəstədə də ermənilər olublar. Və təsadüfi deyil ki, onların basqın etdiyi mənzillərdə video kameraları quraşdırılıb, onların hamısı çəkilir və dərhal bu Sumqayıt hadisələrindən sonra onlar bütün beynəlxalq aləmdə, xarici ölkələrdə, müxtəlif telekanallarda nümayiş etdirilməyə başlayıb. Bu onu göstərir ki, bu məqsədyönlü şəkildə təşkil olunmuş bir məsələ idi. Yəni informasiya artıq ötürülür bir tərəfli, qeyri-obyektiv, qərəzli və hadisələrin təşkilatçısı haqqında məlumat verilmir. Bugün də bizim nədənsə mətbuatda biz bunu geniş hallandırmırıq ki, kim təşkil edib, bunun təşkilatçıları kimdir, başında duranlar kimdir və onların sonraki taliyi necə oldu? Bizim 2 gənci güllələdilər, amma bu ermənilərin taliyi sonra nə oldu? Və bu baxımdan mənə elə gəlir ki, həqiqətən də biz bu işə bu günləri o verilən sual kontekstdən yanaşaraq daha çox vaxt ayırmalıyıq və informasiya biz təhlilləri apararaq informasiya sistemlərimizdə buna daha çox geniş yer verməliyik. Çünki təsəvvür edin, ermənilər olmayan qondarma bir soyqırımını 100 ilə yaxındır ki, aparırlar bu təbliğatı və bugün artıq dünya onu o mifi qəbul etdirmək istəyirlər bir reallıq kimi, biz isə real olmuş hadisələri müxtəlif o təzyiqlər altında sanki bir qədər unuduruq, keçirik başqa sahələrə. Yəni, bizə o qədər hücumlar var ki, bu hücumların qarşısında biz müdafiə olunuruq, amma bu günləri Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan artıq müdafiə mövqeyində deyil. Azərbaycan yalnız hücum mövqeyindədir. İstər Avropa Şurasında, istər Birləşmiş Millətlər Təşkilatında, istər ATƏT-də kifayət qədər sənədlər qəbul etdirib Azərbaycan ki, orada Azərbaycana qarşı törədilmiş bu qanlı hadisələr, Azərbaycan ərazisinin işğal edilməsi, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən və Ermənistan tərəfindən bir dövlət olaraq, dövlət səviyyəsində həyata keçirilmiş genosid faktları öz əksini tapıbdır. Amma görəsən bütün bunlar bu günləri kifayətdirmi bu informasiya cəmiyyətinin qurulması mərhələsində? Çünki Azərbaycan özünün inkişafında elə bir yeni mərhələyə qədəm qoyub ki, Azərbaycanda artıq yüksək texnologiyalar bir cəmiyyəti qurulur. Və belə olan halda təbii ki, Azərbaycana diqqət, maraq daha da çox artır və bizi istəməyənlər, istəməyən qonşularımız da və digər qurumlar da Azərbaycana qarşı bu öz informasiya mübarizəsini aparacaqdır. Bu soyuq bir silahdır. Təbii ki, burada insanların şuuruna təsir etməklə, onları müəyyən informasiyalardan asılı etməklə və bir tərəfli qərəzli bu informasiyaları yaymaqla ilk növbədə cəmiyyətdə bir qarşı durma yaratmaq, insanları bir depressiya halına salmaq, onları ümidsizliyə qapatmaq və bunun da nəticəsində həmin ölkəyə, həmin xalqa təsir göstərməklə öz çirkin niyyətlərini həyata keçirmək deməkdir. Amma bu günləri Azərbaycanda müstəqil televiziyaların, eyni zamanda elektron kütləvi informasiya vasitələrinin inkişafı, bununla bağlı dövlətin həyata keçirdiyi tədbirlər mənə elə gəlir ki, bu psixoloji informasiya mübarizəsinin
yeni bir mərhələyə qədəm qoymasından xəbər verir. Üzr istəyirəm. Telefon zəngimiz var. Tamaşaçının sual var. Buyuruz. Alo. Buyuruz. Mən hörmətli qonağa sual vermək istəyirəm. Bu imperiya biz deyirik ki 20 yanvar faciəsini imperiyadakiler törədib. Ancaq belə bir sual da ortaya çıxır. İmperiyadan əlavə öz xalqımızdan olan AKCP o vaxtki hakimiyyətdə olan nümayəndələr də bu hadisələrdə iştirak edib. Bəs onlar necə cəzalandırılmır? Niyə Neymət? Aydındır. Aydındır. Buyuruz. Burada bilirsinizmi, bir var ki, bu günləri bizim haqqında danışdığımız informasiya mübarizəsi, müharibəsi və təxribatların həyata keçirilməsi, dezinformasiya yaratmaqla baş verəcək hadisələri tamamilə başqa cür qələmə vermək və burada təbii ki, Azərbaycana qarşı törədilmiş 20 yanvar faciəsinin bütün məsuliyyəti o vaxtki SSR rəhbərliyin üzərindədir. Amma eyni zamanda buna Azərbaycan o vaxtki siyasi rəhbərliyi də mənəvi məsuliyyət daşıyır. Çünki onlar xalqın taleyinə cavabdeh adamlar idi. Və bundan başqa qeyri, deyək ki, hökumət təşkilatlarında, o vaxt qeyri-hökumət təşkilatları bu səviyyədə yox idi. Amma müxtəlif o hərəkatlar var idi, küçə hərəkatları başlanmış, meydan hərəkatları. Burada olan insanların da üzərində müəyyən mənəvi məsuliyyət düşür. Şübhəsiz ki, bunun haqqında da kifayət qədər danışılıbdır. Amma biz o diqqəti əsas verməliyik bu hadisələrin törədilməsi səbəbi, baş verməsi səbəbi və bunu da biz qısaca bir toxunduq ki, hələ 87-ci ildə Ağambekyanın bəyanatından, Zoru Balayanın Ocaq kitabından və Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasi büro üzvlüyündən və siyasi hakimiyyətdən uzaqlaşdırılması bu gələcəkdə Azərbaycana qarşı törədiləcək hadisələr məhz Moskvada ssenariləşdiriliyindən xəbər verirdi. Ona görə də əlbəttə ilkin olaraq və əsas məsuliyyət də həmin o dövrkü siyasi rəhbərliyin üzərinə düşür. Mən əvvəlki tamaşaçının sualına cavab vermək istəyirəm. Bilirsiniz ki, informasiya müharibəsinin həyata keçirilərkən hədəflərindən biri də rəqibdə yaranmış informasiya boşluğundan məharətlə istifadə etməkdir. Yəni ki, dünyada bilirsiniz ki, artıq virtual məkan formalaşır. Orada ayrı-ayrı xalqların dəyərləri, tarixi, dili, musiqisi, folkloru və s. nə dəyərləri varsa orada əks olunur. Ona görə də Azərbaycan xalqının da dediyim kimi o dəyərləri orada öz əksini tapmalıdır. Əlbəttə ki, hal-hazırda o istiqamətdə müəyyən nailiyyətlərimiz vardır. İnternet mühitdə Azərbaycana aid çoxlu materiallar vardır. Amma buna baxmayaraq bizim düşmənlərimiz həm açıq, həm belə deyək ki, gizli düşmənlərimiz Azərbaycana qarşı, Türk dünyasına qarşı görürük ki, müşahidə edirik ki, artıq müəyyən şəkildə informasiya müharibəsi aparırlar. Ona görə də hesab edirəm ki, alimlərimiz, ziyalılarımız, yəni ki, o şəxslər ki, o bilikləri daşıyırlar, o kitablar, o tarixdir, coğrafiyadır, arxeologiyasıdır, musiqimizdir, əsərlərimizdir, nəyimiz varsa hesab edirəm ki, o elektron mühitə təhvil vermək lazımdır. Özdə ki, bunu bir aksiya kimi, bir kampaniya kimi yox, müntəzəm olaraq bizim hər bir vətəndaşımız, yəni kimin imkanı varsa, o işdə yaxından iştirak etməlidir və o qlobal dünyada, virtual məkanda Azərbaycan dəyərlərini əks etdirən müxtəlif kontentlər olmalıdır. Çünki bizim kontentlərimiz, bizim məlumatlarımız, lazımi məlumatlarımız orada olmayanda qeyd etdiyimiz kimi o boşluqdan istifadə edib bizə qarşı istifadə edirlər. Yəni bizə qarşı əks istifadə edirlər. Ona görə də hesab edirəm ki, bax bu əsasən Azərbaycanın intellektual cəmiyyəti bu işdə yaxından iştirak etməlidir. Bununla yanaşı ölkəmizdə informasiya cəmiyyəti qurulur. Dövlət başçımız tərəfindən bu işə bilavasitə qayğı göstərilir, müxtəlif addımlar atılır, dövlət proqramları qəbul olunur, elektron Azərbaycan, təhsildə informasiya texnologiyanın tətbiqi və s. Yəni artıq Azərbaycanda o informasiya mühitinin özünün formalaşması ənənəvi qaydada yox, artıq sivil texnologiyalara, qabaqcıl texnologiya əsaslanır. Özdə ki, bunun əsas cəhəti də ondan ibarətdir ki, ölkədə formalaşan informasiya mühiti, yəni elektron əsaslı olan informasiya mühiti eyni zamanda qlobal dünyanın tərkib hissəsinə çevrilir. Ona görə də bunun müsbət tərəflərlə yanaşı mənfi tərəfləri də vardır. Çünki müsbət tərəf ondan ibarətdir ki, birliklər iqtisadi formalaşır, insanların informasiyaya, biliyə çıxışı asanlaşır, Azərbaycanın o qlobal dünyaya inteqrasiyası asanlaşır, amma eyni zamanda başqaları üçün yeni vasitələr əldə olunur ki, ölkəmizə qarşı, ölkəmizdə olan saytlara qarşı, yəni ölkəmizdə müxtəlif o dövlət qurumlarında olan ayrı-ayrı təşkilatlara məxsus olan veb saytları da görürsən ki, xakerlər sıradan çıxardır. Yəni dünyada yeni bir qlobal təhlükəsizlik sistemi formalaşır ki, buna da o enerji təhlükəsizliyi kimi, başqa o təhlükəsizlik növləri kimi
qlobal informasiya təhlükəsizlik sistemi formalaşır. Bu mühitin özündə əlbəttə ki, Azərbaycan özünün milli informasiya təhlükəsizlik sistemini formalaşdırmalıdır və bu istiqamətdə də qeyd etdiyimiz kimi dövlət başçısının göstərişi ilə müxtəlif demək, sərəncam və fərmanların icrası istiqamətinə addımlar atılır. Elektron Azərbaycan dövlət proqramının çərçivəsində milli informasiya təhlükəsizlik sistemi yaradılır. Bundan başqa milli təhlükəsizlik konsepsiyası çərçivəsində ümumiyyətlə Azərbaycan xalqının marağını nəinki coğrafi məkanda, eyni zamanda virtual məkanın reallıqlarını nəzərə almaqla müəyyən bir sistem qurulur. Yəni, qeyd etmək istəyirəm ki, dövlət səviyyəsində bu istiqamətdə lazım işlər aparılır. Və eyni zamanda qeyri-hökumət təşkilatlarına və bilirsiniz ki, diaspora ilə işə xüsusi diqqət yetirilir və bu yaxınlarda da dövlət başçısının sərəncamı ilə diaspora ilə iş üzrə komitənin işi daha da gücləndirilib, yeniləşdirilibdir və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar artıq təşkil olunmuş cəmiyyətlər şəklində fəaliyyət göstərirlər. Onlar da informasiya texnologiyalarından istifadə edərək həmin ölkələrdə bu informasiyaların yayılmasını, Azərbaycan haqqında həqiqətlərin və Azərbaycana qarşı ədalətsiz elan olunmamış müharibənin və Azərbaycanlılara qarşı həyata keçirilmiş müxtəlif dövrlərdəki soyqırımlarını dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Əlbəttə, bütün bunlar hamısı çox gözəldir, çox yaxşıdır. Amma sizin dediyiniz kimi bu günləri dövlət tərəfindən müəyyən edilmiş, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş dövlət proqramına uyğun olaraq bu iş məqsədyönlü şəkildə aparılır. Yəni, bu hər hansı bir kampaniya xarakteri daşımır. Bu artıq dövlətin inkişaf istiqamətinə uyğun olaraq mərhələli şəkildə gələcəyə hesablanmış bir addımdır. Elə qısaca bir misal deyim, fakt deyim ki, ictimai televiziyanın hər dəfə Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlı ki, o fraqmenti daimi təkrarlayır, istər Azərbaycan dilində, istər də İngilis dilində. Bu faktın özü çox təqdirə layiq bir haldır. Çünki informasiyanın bu cür ötürülməsi istər-istəməz insanların şuuruna, onlara özləri də hiss etmədən getdikcə təsir eləyir. Və onların beynində bu informasiya qalır və beləliklə o çatdırılır. Üzr istəyirəm, tamaşaçımızın telefon zəngi var. Buyuruz. Salam əleykum. Mən bütün Azərbaycan xalqını salamlayıram. Vətənimiz, bütün Azərbaycan və tariximizi unutsaq, unudularıq. Mən Sənubər Saralı tədqiqatçı, sualım var. Birinci istəyərdim deyəm ki, Qərbi Azərbaycandan yarım milyon artıq qaçqınlar qovulanda Azərbaycandan informasiya dünyaya yayılmadı. Faciələrin ən birinci buradan başlamadı mı? Sumqayıtda da hadisələri mən ermənilərin adını deyəm, öz kitabımda qeyd eləmişəm, yoldaşlar da qoy xatırlasın. Birinci ayın 14-də fevralın erməni Ataşes Gabrielyan artıq Sumqayıtda hazırlıq görmüşdü. Bu aktı yerinə yetirən Eduard Qriqoryan idi. Zərər çəkən Emma Manuçaryan və bunun haqqında yazan Robert Arakelov. Yəni ki, bu hamısı ermənilərdir. Azərbaycanlıların nə günahı var idi? Bir. İkinci, mən istəyirdim bir şey də xatırlayam. 85-ci ildə Afinada Daşnaq Partiyanın məclisində birinci məsələ qoyuldu ki, Ermənistandan Azərbaycanlıları qovub öldürməliyik, sonra keçməliyik. 87-ci ildə qırğınlar, 88 zəlzələdən sonra xalqın çoxu bu zəlzələdən istifadə edib canını qutardı. Daşnaq Partiyanın əlindən Afinada 87-ci ildə Agambekyan artıq çıxış eləyəndə Qarbaçov Qarabağı vermişdi ermənilərə və Qərbi Azərbaycan torpaqları bütövlüklə keçmişdi ermənilərin əlinə. Aydındır, sualınızı zəhmət olmasa deyirsiniz. Bu 20 yanvar faciələrini dünyaya və beynəlxalq hüquqi status almağa nə yollar axtarırsınız? Mümkündürmü? Belədir. Birincisi, dövlət səviyyəsində 20 yanvar günü, hüzün günü uzun müddətli qeyd olunur. Yəni, dövlət tərəfindən bu işə çox böyük qayğı göstərilir. Siyasi qiymət verilibdir. Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporları, Azərbaycan səfirlikləri bu istiqamətdə bugün lazımı məlumatları dünya ictimaiyyətinə çatdırırlar. Eyni zamanda müxtəlif təşkilatlar, şəxslər 20 yanvar hadisələri, ümumiyyətlə tək 20 yanvar yox, Azərbaycanın tarixində olan həm qanlı, həm də şanlı səhifələr
hadisələri internet mühitində, virtual məkanda hazırlanıb, veb-sayt şəklində təqdim olması istiqamətində lazım işlər aparırlar. Amma onu da etiraf etmək lazımdır ki, bu istiqamətdə xeyli iş görülməlidir. Yəni, bizlər hər kəs kimin bu işə gücü çatırsa, imkanı varsa, lazımı işi görməlidir ki, biz o informasiya dünyasında, qlobal dünyada Azərbaycan həqiqətlərini çox yüksək səviyyədə təqdim edə bilək. Bu yaxınlarda mən qeyd etmək istəyirəm ki, dövlət başçısının sərəncamı ilə Şəhidlər Xiyabanının və 20 yanvar şəhidlərinin dəfn olunduğu həmin xiyaban yenidən quruldu. Yəni, dövlət başçısının xüsusi bununla bağlı sərəncam imzalanması bu dünya ictimaiyyətinin diqqətinin yenidən bu məsələyə yönəldilməsi deməkdir. Və bu həmişə bizim üçün vacibdir, aktualdır və bu dövlətin siyasətindədir. Çünki günahsız insanlara qarşı həyata keçirilmiş bu qanlı qətliyən məsuliyyət daşıyan insanlar, mən düşünürəm ki, gec-tez öz cəzalarına çatdırılacaqlar. Bu istiqamətdə təbii ki, işlər aparılır, davam etdiriləcəkdir. Amma bunun üçün biz, necə ki, bizə qarşı uzun müddət informasiya mübarizəsini apardılar, fikirlər formalaşdırdılar. Biz indi onun cavabı olaraq bu informasiya mübarizəsini aparırıq. Bayaq qeyd etdiyim kimi, məhz dövlət başçısının xüsusi göstərişi ilə bizim müxtəlif ölkələrdə getdikcə o səfirliklərin, diplomatik nümayəndəliklərin sayı da artırılır. Onlar xüsusi işlər aparırlar. Yəni, Azərbaycan həqiqətlərinin o ölkələrə çatdırılması, o ölkələrin diplomatik korpusu vasitəsilə digər ölkələrə çatdırılması. Yəni, beləliklə biz ictimai fikri formalaşdırmalıyıq dünyadakı Azərbaycanda baş verən hadisələrin mahiyyəti nədən ibarət idi? Azərbaycan xalqının müstəqilliyi, azadlığına qarşı hansı belə qanlı faciələr törədilmişdi? Bu baxımdan da mən hesab edirəm ki, ölkə prezidentinin verdiyi fərman və sərəncamlar və bu hadisə verilmiş siyasi qiymət, təəssüflər olsun ki, ulu öndərə qədər bu hadisəyə siyasi qiymət verilməmişdi. Məhz o ölkəyə yenidən siyasi rəhbərliyinə qayıtdıqdan sonra bu məsələ bir daha da araşdırıldı və ona siyasi qiymət verildi və xüsusi prezident fərmanı ilə bu məsələlər də qiymətləndirildi və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Mənə elə gəlir ki, bu günləri kütləvi informasiya vasitələrində biz daima bu məsələni qabartmalıyıq. Yəni, bizim yetişməkdə olan nəslimiz bu faciəni unutmamalıdır. Bu ruhda biz tərbiyə olmalıyıq ki, bizim haqq işimiz nədən ibarət olub? Bizə qarşı nahaq görülən iş və o terror kimlər tərəfindən törədilibdir, nə üçün törədilibdir? Çünki hadisənin səbəblərini bilmədən onu aradan qaldırmaq qeyri-mümkündür. Biz bu baxımdan istəyirik ki, gənclərimiz bütün bu tarixi həqiqətləri bilsinlər və bu ruhda tərbiyə olunsunlar. Bizim heç kimə qarşı iddiamız yoxdur. Bizim iddiamız yalnız öz ərazilərimizin bərpa olunması və o günahsız 20 yanvar və Qarabağ şəhidlərinin qanının yerdə qalmamasıdır. Çünki bunlar azadlıq yolunda, torpaqlarımızın bütövlüyü yolunda tökülmüş qanlardır. Mənə gəlir ki, onlar şəhidlik zirvəsinə ucalıblar və bugün də bizim öhdəmizə düşən vəzifə ondan ibarətdir ki, hər bir Azərbaycanlının onların bu tarixini, bu həyatını və Azərbaycanın bu həqiqətlərini harda və hansı vəzifədə işləməyimizdən asılı olmaq, dünya ictimaiyyətinin diqqətinə çatdıraq və bununla da öz cəmiyyətimizi həmrəyliyə dəvət edək. Biz bu həmrəylilik nəticəsində düşmənin istənilən informasiya mübarizəsinə, təxribatına qarşı davamlı öz cavabımızı verə bilərik. Başqa sözlə Bəxtiyar müəllim, biz müharibə istəmirik. Bizim xalqımız sülhsevər xalqdır və dünyanın inkişaf etmiş ölkələri sırasına iddialıdır, qoşulmaq istəyir və bu istiqamətdə də ölkəmizin iqtisadi göstəriciləri, ümumiyyətlə nailiyyətləri, eyni zamanda qlobal təhlükəsizlik sisteminə qoşulması, istər enerji təhlükəsizlik sisteminə qoşulması, son zamanlar bilirsiniz ki, ölkəmizdə Azərbaycanın özünün yer ətrafı orbitə peykinin çıxarılması istiqamətində aparılan işlər, ondan başqa Qərb ilə Şərq arasında yüksək sürətli informasiya magistralının yaradılması haqqında dövlət başçımızın təşəbbüsü, yəni Azərbaycanın eyni zamanda dünya qlobal o təhlükəsizlik, informasiya təhlükəsizlik sisteminin təhlükəsizliyə çevrilməsi Azərbaycan Respublikasına qarşı aparılan bu növ müharibələrə, yəni o yüksək intellektual texnologiyalara yönəlmiş, əsaslanmış müharibələrə qarşı daha da dayanıqlı, daha da dözümlü edəcəkdir. Amma bununla yanaşı bizim alimlərimiz, sizlər, bizlər bu istiqamətdə
istiqamətdə kütləvi informasiya vasitələrində müxtəlif imkanlardan istifadə edib, əlbəttə ki, əhalini maarifləndirməliyik, amma eyni zamanda biz kadr hazırlığına da mühüm əhəmiyyət verməliyik. Yəni, məlumatlardan belə, oxuduğumuz məlumatlardan görsənir ki, hətta müxtəlif ali məktəblərdə, başqa ölkələrdə jurnalistika fakültəsində informasiya müharibəsi fənni keçilir, jurnallar buraxılır, müxtəlif araşdırmalar aparılır. Yəni, bu proseslər özü də bir növ sistemli şəkildə, yəni o müharibə aparmaq məqsədi ilə yox, sadəcə olaraq həmin o müharibənin texnologiyalarına müəyyən bilgilərə malik olmaq, onlara qarşı müəyyən tədbirlər görmək, yəni bizim o informasiya müdafiəsi sistemini yaradılması istiqamətindən lazım işlər görmək lazımdır. Bütün bunlar hamısı əlbəttə ki, ölkəmizin milli informasiya təhlükəsizlik sisteminin bir tərkib hissəsi olacaqdır. Xüsusən də orada bir psixoloq alim kimi o informasiya psixologiya müharibəsi özü də xüsusi əhəmiyyət daşıyır və əlbəttə ki, bax bu açıq Azərbaycanın, yəni dünyaya açıq olan Azərbaycanımızın, demokratiya yolu seçmiş Azərbaycanımızın bu növ təhlükələrə qarşı immunitetini artırmaq, onun dəyanətini artırmaq lazımdır. Ona görə də yəqin ki, bir neçə kəlmə xahiş edirəm, vaxtımız azalır, görürəm. Bir neçə kəlmə də siz münasibətinizi bildirin, bununla verilişimizi. Doğrudur, Rasim müəllim. Bu mübarizənin psixoloji tərəfi də var. Çünki informasiyanın ötürülməsi və onun qəbulu istər-istəməz insanların hissləri ilə emosiyalarına təsir edir və beləliklə onların şuuruna, onların davranışına təsir göstərir. Biz istənilən bir informasiyanı ötürməklə hər bir insanın davranışının, onun dezorganizasiyasına da nail ola bilərək, eyni zamanda onun təşkil olunmasına, məqsəd yönlülüyünə də. Bu baxımdan mən elə gəlir ki, çox doğru bir siyasət yeridilir ki, orta məktəblərdən başlayaraq bu informatika sisteminin qurulması və insanların buna hazırlanana doğru işlər görülür. Vaxtımız çox azalıbdır. Ona görə də minnətdarıq studiyamıza gəldiyiniz üçün. Hörmətli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Bir daha şəhidlərimizə Allah rəhmət etsin deyirik. Beləliklə veriliş sona çatır. Sağ olun, gələn görüşlərə dək.